Salam aleykum uşaqlar, mən Səlim. Necəsinə var, nə uşaqlar? Deməli, bugün sizə GTA San Andreas Azərbaycan modu necə yüklənir, onu göstərəcəm. Videoya like atıb abunə olmağı unutmayın, getdik. Deməli, yükləmək üçün bizə 2 dənə proqram lazımdır. Biri Zativer proqramı, bir də Cupuz proqramı. Bunları yükləmək üçün Play Store-dan Zativer yazıb bu proqramı yükləyirik. Sonra Cupuz yazıb bu proqramı yükləyirik. Baxın, bu proqramı. Yüklədikdən sonra uşaqlar giririk birinci Cupuz proqramına. Deməli, gördüyünüz kimi Cupuz proqramına girəndən sonra baxın, burada Cupu renderer var. Burada məndə Adreno'dur, sizdə Mali də ola bilər. Powered Veri də ola bilər. Məndə Adreno olduğu üçün mən Adreno yükləyəcəm. Deməli, sonra gəlirik YouTube-a. Deməli, uşaqlar, YouTube-a gəldikdən sonra GTA San Andreas Azərbaycan modu necə yüklənir? Belə yazırıq və axtarışa veririk. Sonra gəldik, sonra gördüyünüz kimi gəlirik aşağı. Burada YB Cami'nin YouTube kanalı var. YB Cami'yə də buradan salamlar olsun. Deməli, giririk bu videoya. Deməli, sonra bu videonun baxın, yorumlar qisminə daxil oluruq. Yorumlar qisminə daxil olduqdan sonra en yeni var məndə. Məndə telefon türk dilində deyə məndə ən yeni yazılıb. Sizdə ən yeni yazılacaq. Nəsə, bura basırıq, ən yeni yazılan yerə basırıq və sonra ən alta düşürük. Deməli, uşaqlar, videonu 1 saniyə və yaxud da ki 10 saniyə qabağa və yaxud da ki dala ötürməyin. Çünki sizdə açılması, yəni o mənlik deyil. Sonra yorumlara yazmayın ki, mən eləyənmədim qal. Videonu yəni şey eləməyin. Deməli, sizdə siz burada 3 dənə link var. Powered Veri, Mail, Adreno. Bunu da qeyd edeyim ki, dostlar, sizdə Powered Veri isə Adreno linkinə bassasınız. Powered Veri isə sizdə nəsə Adreno yazılan Powered Veri isə Powered Veri isə baxın, burada Adreno yazılan linkin üzərinə linkə daxil olursunuz. Mali isə Mali yazılana daxil olursunuz. Adreno isə Powered Veri'yə daxil olursunuz. Adreno ilə prosto qardaşımız Powered Veri'nin yerini çaşıbdır. Deməli, Adreno isə Powered Veri'nin yazılan linkin üzərinə basırıq. Sonra Chroma daxil olur. Chroma atır bizi. Proqram bir dəfəlik sizi Chroma atır. Və sonra Mediafire səhifəsinə atır. Davam edə basırsınız. GTA Alpha Mobile Adreno var. Onun üzərinə bir dəfə basırsınız. Və sonra indirə basırsınız. Deməli, dostlar, mən yüklədiyim üçün yükləmirəm. Deməli, sizdə fayl yüklənəndən sonra girirsiniz Zativer proqramına. Zativer proqramına girdikdən sonra bizim yüklədiyimiz fayl həmişə download qisminə düşür. Download papkasını seçirik. GTA Alpha Mobile Adreno Zip. Baxın, onun üzərinə basırsınız, sonra görüntüləyə basırsınız. Sonra GenSignet APK var. Baxın, birinci APK-nı yükləyirik. Üzərinə basırıq, indirə basırıq. Və sonra gözləyirik yüklənsin. Onu da deyim ki, dostlar, siz indi burada yüklənəndən sonra daha doğrusu bütün icazələr də verə bilərsiniz. Oyunu tam hazır eləyəndən sonra da icazə verə bilərsiniz. Mən indi icazə verəcəm. Siz tam indirdikdən sonra da icazə verə bilərsiniz. Problem yoxdur. İzin verdirik və sonra çıxırıq. Yenidən giririk Zativer. Zativerdən com.rockstargames.gtasa papkası var. Üzərinə bir dəfə basırıq. Və sonra burada 3 nöqtə var. 3 nöqtəyə basırsınız və çoxlu seçim var. Çoxlu seçmə basırsınız. Burada bir sembol gəlir. Bu sembolun üzərinə basıb tümünü seçə basırsınız.
Və sonra Files papkasının üzərindən basılı tutub kopyalarını seçirsiniz. Və sonra download səhifəsinə atırsınız. Baxın, bax burada bu var. Bunun üzərinə bir dəfə basırsınız, sonra cihaz hafızasını seçirsiniz. Cihaz hafızasını seçəndən sonra, baxın, bax da adı Android. Android papkasının üzərinə basırsınız, data papkasının üzərinə basırsınız. Və sonra aşağı düşürsünüz. Düşürsünüz. Və buradan bizim yüklədiyimiz GTA San Andreas'in papkasını tapırıq. Gördüyünüz kimi dəqiqə GTA dəqiqə hanı? Gördüyünüz kimi burada com.rockstargames.gtasa bu papkanın üzərinə bir dəfə basırıq və sonra burada yapışdır sembolu var, yəni dəftər sembolu var. Üzərinə bir dəfə basırıq və gördüyünüz kimi burada yükləmə gedir. Deməli, yüklənəndən sonra biz inşallah oyunumuza girəcəyik. Gözləyirsiniz, yüklənsin. Bu arada kanala təzə gələnlər abunə olub like atmağı unutmayın. Deməli, GTA Alpha Mobile Adreno Zip. Deməli, sonra burada yuxarıda yazılır. Sonra burada tüm dosyalara uygulanı seçirsiniz və atlaya basırsınız. Və burada da bir yükləmə gedir. Bu yükləmələr bitdikdən sonra inşallah oyunumuza girəcəyik. Deməli, əgər çox asan bir yükləmə prosesidir. Videonu siz diqqətlə izləsəniz yükləyə bilərsiniz da, yəni. Videonu 1 saniyə, 10 saniyədə və yaxud da ki 1 saniyədə arxaya və yaxud da ki qabağa ötürməyin. Sonra elə adam var ki 10 saniyə arxaya və yaxud da ki qabağa ötürür. Sonra da yorumlara girir ki mən eləyəmədim. Ay qaqaş, bu videonu ötürməyin da. Deməli, sonra yüklənəndən sonra giririk GTA San Andreas'a. Əgər bu videoya yaxşı bir like gəlsə, 20 like, 15 like və soxuldu, 10 like və yaxud da 15 like gəlsə, oynayışını da atacağım. Deməli, gördüyünüz kimi burada offline butonu var. Offline butonuna bir dəfə basasınız. Yəni, bu arada bir dənə APK-nı yükləyib bura emaili və yaxud da ki passwordu yazmayın. Yəni, Gmail şeyini yazmayın da, yəni Gmail kodunu yazmayın. Çünki girməyəcəkdir. Offline-a basın siz. Hamısını etdikdən sonra offline-a basın. Və sonra qara ekrandan sonra baxın, bax burada resume yazılıbdır. Baxın, bax resumenin üzərindən bir dəfə basırsınız. Onu da qeyd edim ki, bu yükləmə dosyası, yəni bu oyun mənə aid deyil. Bu oyun GTA Alpha Mobile səhifəsinə aiddir. Telegramdan GTA Alpha Mobile yazaraq da səhifəyə keçid edə bilərsiniz. GTA Alpha Mobile yazıb da səhifəyə keçə bilərsiniz. Deməli, əgər videoda başa düşmədiyiniz bir yer varsa, mənə zəhmət olmasa deyin, sizə kömək etməyə çalışacağım inşallah. Deməli, gördüyünüz kimi oyunda bizi bir Niva ilə qarşılaşdırır. Deməli, siz joystick sevmədiysə, gəlirsiniz buradan optimizasyon. Optimizasyondan, baxın, buranı seçirsiniz. Burada analogdur. Butonu eləyirsiniz. Bax deyirsiniz və artıq gördüyünüz kimi butonlarladır. Bu arada onu da qeyd edim ki, bu GTA San Andreas'da bütün görevlər keçərli olacaq. 81 görevdirsə, 81 görevin 81-də keçərli olacaqdır. Yəni, hamısını bitirib verirlər görevlərin. Yox, əgər siz New Game'ə bassanız, bütün görevləri yenidən eləmək məcburiyyətində qalacaqsınız. Bir də onu da qeyd edim ki, samolyot falan seçib siz başqa şəhərlərə giriş, baxın, məsələn, bu şəhərə geçsəniz samolyot ilə və yaxud da ki, bu şəhərə geçsəniz, yəni problem olmayacaqdır. Yəni, dalınızdan polis düşməyəcəkdir. Əgər maşın sevmədinizsə, deməli, əgər başqa maşın seçmək istəyirsinizsə, iki əlimizlə
ekranı yuxarıdan aşağıya doğru çəkirik və gördüyünüz kimi Clear Mode aktiv olundu. Maşın seçmək üçün Dovuna basırsınız və Car Spawn var. Car Spawn yazılana gəlirsiniz və üzərinə bir dəfə basırsınız. Sonra isə buradan istədiyiniz bir maşını seçirsiniz və maşının üzərinə basdıqda VLT spawn et. Yəni maşın spawn olundu. Və artıq istədiyiniz avtomobili rahat bir şəkildə idarə edə bilərsiniz. Bu arada bunu çox adam bilmir. Onu da qeyd edeyim ki, bu reset butonu nə üçündür? Reset butonundan ışığı yandırıb söndürə bilirsiniz. Məsələn, baxın. Yanır, sönür. İçəridə işıq da yanır, gördüyünüz kimi. Yəni silah da seçə bilərsiniz burada. Çox gözəl bir moddur. Gördüyünüz kimi, yəni bütün görevlərdə, yəni bütün missiyalarda keçili olaraq yüklənir bu modda. Çalışacağım ki bu videodan sonra, yəni birazdan oynayış atım, GTA San Andreas oynayış atım. Bu arada onu da qeyd edeyim ki 32 GB-dan başlayaraq məsələn sizdə 32 GB yaddaşdırsa, sizdə 256-ya da geçəcəkdir. Yəni 32 GB-a belə rahat bir şəkildə yükləyib oynaya bilərsiniz. Məsələn, məndə 64 GB-dır. Gördüyünüz kimi mən rahat bir şəkildə yükləyib oynaya bilirəm. Yəni siz də yükləsəniz, mənim kimi belə rahat oynaya bilərsiniz. Əgər oyun haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, mənə şəxsidə və yaxud da ki bir videonun altına yorum yazın. Mən sizə geri qaytaracağam. Yəni mən həm telefon ustasıyam, yəni telefon ustası da deyirlər mənə. Həm telefondan yəni yaxşı başım çıxır. Yaşım az olmağına baxmayaraq telefondan yaxşı başım çıxır. Yəni oyun haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, mənə şəxsidən yaza bilərsiniz. Şəxsidən də yaza bilərsiniz. TikTok'dan girib, TikTok'dan Sedrizadə də yaza bilərsiniz. Sığ böyükdən Sedrizadə də yazıb, qara simgəli mənəm, yəni qara şəkilli mənəm. TikTok'da Sedrizadə yazaraq mən tapa bilərsiniz. Mən şəxsidən yazıb daha ətraflı oyun haqqında məlumat ala bilərsiniz. Telegramdan da yükləmə qaydası var, amma Telegramdan biraz deyəsən çətin idi biraz. Telegramdan yəni biraz çətindir. Çünki yəni o dosya biraz gec yüklənir də. Yəni bu dosyanı həm də ki biraz qurlaşdırmaq da çətindir. Çünki sən onu elə eləməlisən ki, uzadı verə girsin. Həm də ki o kanala, yəni GTA Alpha kanalına girmək də biraz çətin ola bilər. Çünki siz axtarıb tapmaya da bilərsiniz. Əgər bu videoya yaxşı bir like gəlsə, deməli bu oyunun mahnıları da var idi deyəsən. Mahnıları da var. Yəni bilmirəm, mahnıları da varmı, yoxmu bilmirəm. Spawn da ola bilirsiniz. Gördüyünüz kimi 2 təkər falan da qaldıra bilərsiniz. Yəni rahat bir şəkildə avtomobili idarə edə bilərsiniz. Yəni hər hansısa bir məlumat almaq istəyirsinizsə, oyun haqqında mənə şəxsidən yaza bilərsiniz. Özəldən mənə yaza bilərsiniz. Bu arada onu da qeyd edeyim ki, artıq NPC-lərin sürdüyü maşın o normal GTA San Andreas deyil, taksi və yaxud da ki başqa maşınlar kimi deyil. Gördüyünüz kimi hamısı bir tanınmış maşın sürür. Məsələn, birini 04 sürür, birini Passat sürür. Gördüyünüz kimi Passatda sürən var. Yəni hamısı perodoklu maşınlar sürür. Gördüyünüz kimi. Hoppa, oy boy. Bu arada onu da deyim ki, GTA San Andreas'da GTA San Andreas'da sevgililərimiz falan hamısı açıqdır. Oyunda, yəni maşın seçməkdə biraz çətindir. Maşın yəni seçmək biraz çətindir. Çox adam girir chatə, maşın şey eləmək istəyəndə oradan
Dovuna basır və dismisə basır. Dismisə basmırsınız orada. Orada chat'i açandan sonra siz istədiyiniz bir dənə chat'i seçirsiniz. Chat'i seçdikdən sonra əl barmağınızdan, baş barmağınızdan o chat'in üzərinə basanda o chat aktiv olur. O boş yani. Dismiss'lə də olur. Burası biraz dismiss gəliz məsələdir. O boş yani. Deməli oyunda onu da qeyd edeyim ki, polis maşınları da təzələnib. Yəni köhnə polis maşınları deyil. Şey oyuna işlətək. Oy buraya. Nəsə uşaqlar, videomuz bura qədər idi. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.